Ya Rab, bu günü sən yarattın. Bu günün hər acısı, hər kədəri, hər sevinci ata sənin müşayiətin altına keçsin. Acılar, kədərlər ayaqlar altında qalsın. Sevinc, qoy daha da coşsun. Hər bir bacı qardaşımın həyatında. Ya Rəbb, sən bu yer üzərində bizi hər gün bir boy qaldıran, yüksəldən, keyfiyyətimizi daha da artıran Rəbbsən. Səmava atamızsan. Müqəddəs ruh. Sənə gəlirik müqəddəs ruh. İdarə ruhunla bizi idarə elə. Nizam, intizam, səliqə, səhman, zəka, bilik, qoy axsın sənin tərəfindən hər birimizin üzərinə. Bacı qardaşlarım getdikləri düzgün olmayan o yoldan dönüb geri qayıtsınlar. Və deyə bilsinlər, ya Rəbb, bağışla məni. Keç mənim günahlarımdan. Çünki mən səni, ancaq və ancaq səni sevirəm. Və sənin yollarında getmək istəyirəm. Mənə başqa heç bir yol lazım deyil. Çünki bütün yollar, hamısı və hamısı məni uçuruma apara bilər. Ancaq sadəcə sənin yolların məni zirvələrə qaldırır. Sənin sözün, hikmətin bunu bizə öyrədir. Ya Rəbb, qoy bütün bacı qardaşlarım bu hikmətdə, bu gözəllikdə yaşasınlar. Hər günün gözəlliyi olduğu kimi, bu günün də öz gözəlliyi var. Bu gün saysız hesabsız xeyir-duayla doludur. O, nə qədər ki saysız hesabsız xeyir-dualar var, qoy onların hamısı və hamısı. Ya Rəbb, bacı qardaşlarımın həyatında böyük bir şəhadətçiliyə çevrilsin. Tökülsün hər bir kəsin həyatına. Ya Rəbb, sən dedin ki, yol da mənəm, həyat da mənəm, həqiqət də mənəm. Tək yolunla deyil, həyatınla da hər kəs tanış ola bilsin. Həyatını dərk edə bilsin. Həqiqətində səni izləyə bilsin. Sənin əlini buraxmasın. Ya Rəbb, bu günü sən yarattın. Bu gün hara gedəcəyik? Hansı məclisdə olacaqsa, ona baxmayaraq. Ya Rəbb, bu sənin də məclislərin ola bilər. Ancaq bəzən sənin məclislərində belə biz ruhani yaşamımızı tam həyata keçirə bilmirik. Orada ancaq fikir, düşüncə dünyadadır. Ata, dua edirəm. Səndən istəyib səndən diləyirəm ki, qoy harda olmağımıza baxmayaraq. Düşüncəmiz, fikrimiz, davranışımız. Ya Rəbb, qoy böyük bir ləyaqətə çevirəsin. Ya Rəbb, sən baxıb bizə sevinəsən. Qoy xəstəliklər ayaqlar altında qalsın. Düşüncə xəstəliyi, fiziki və ruhani olan hər bir xəstəlik tamamilə ayaqlar altında qalsın. O insanlar ki, dindar ruha tutulmuşdur və sən onlara əmr etdin. Dedin, çıxın. O cinlər bu səsdən tələtuma gəldi. Dayana bilmədilər. O bədəni tərk etdilər. Qoy həqiqətən də, ya Rəbb, sənin səsin, sənin əmrin bizim vasitəmizlə elə hərəkət etsin ki, cindar ruhlar, murdar ruhlar, ölü ruhlar, dünyəvi ruhlar hər bir bədəni tərk etsin. Dənizin dipsiz dərinliklərinə girsin və bir də qayıtmamaq şərti ilə. Eləcə də hər bir xəstəlik. Murdar ruhlar insan bədəninə girdikcə o insanı xəstə edə bilir. Düşüncəsini, ağlını özünə tabe etdirə bilir. Ata, zəbt et onları, ya Rəbb. Qoy onlar bu vəziyyətdən, ya Rəbb, sənin sözünlə çıxa bilsinlər. Sənin səsin o qədər hökümlüdür ki, ya Rəbb. Hakimlərin yer üzərində deyə bilmədiyi, səslənə bildirmədiyi
Ya Rəbb, hökmü sən verirsən. Hökm ver, ya Rəbb. Qoy yer üzərində sənin övladlarının adını çəkən, sənə təzim edən, səni izzətlə hər zaman xatırlayan, hər bir övladın bu gün bu vəziyyətdən ayırdı olsun. İsa Məsihin ismində və adında. Ata, dua edirəm. Sən dedin köhnələr keçdi, hər şey yenidir. Qoy köhnə həyatın, köhnə düşüncənin, köhnə ünsürlər, kim məni sevəcək, kim mənə necə deyəcək, kim mənə necə baxacaq. Qoy bu köhnə fikirlər hər bir kəsin həyatından yox olsun. İnsani düşüncələr sənin övladlarını, mənim bacı qardaşlarımı bu yer üzərində tamamilə tərk etsin. Ata, dua edirəm. Sənin qarşına gətirirəm. Sənin canlı, diri əllərinə verirəm. Ya Rəbb, ruhun qılıncı, ruhun gücü, ruhun qüdrəti qoy həyata keçsin, ya Rəbb. Hər şey və hər şey sənin tərəfindən idarə altına girsin. İsa Məsihin ismində, adında. Ya Rəbb, ya Rəbb, bugün yaşadığımız hər an sənin ata idarən altında olsun. Qoy o idarəçi ruh bizə elə idarə eləsin ki, hər yerdə ata, sənin sözündən çıxanda, sənin müqəddəs ruhunun idarəsi bizi ayılsın. Bu yerdə bunu belə edə biləməzsən desin. Düzgün etmirsən desin. Qoy həqiqətən də mühakimə ruhu bizi dünyəvi ruhdan azad eləsin. İsa Məsihin ismində, adında. Çünki sən dedin, siz dünyadan deyilsiniz. Ata, dua edirəm. Bu günü sənə bəxş edirəm. Dediyim kimi acısıyla, ağrısıyla, sevinci ilə qoy sənin qarşında tamamilə təqdis olunsun. Heç bir ağrı, heç bir acı səndən üstün deyil. O acılar sənin tərəfindən ayaqlar altında qalsın. Ya Rəbb, sevinç, lütf, sülh ruhu bizi bürüsün. İsa Məsihin ismində və adında. Halleluya. Amin deyirəm, ata. Qoy aminlər daha da sənin göylərdə, ata, bütün ətrafını bürüsün bizim tərəfimizdən. Qoy həqiqi aminlər gəlsin. Qoy həqiqi tövbə gəlsin. Qoy həqiqi ihtiraf gəlsin. Hər bir kəsin həyatına. İsa Məsihin ismində və adında. Amin deyirəm, ata. Ata, oğul müqəddəs ruhuna aminə. Amin, amin, amin.